Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir pultu təmirə gətiriblər. Orta barabanı qırılıb, içindədir, belə deyək. Biz bunu təmir eləyək, ortanın nəticəni bir yerdə izləyək. Açmağa davam eləyək. Bura kağız qoyub. Bir versəz qıraqlarının zamoklarına zədə dəyib. Ev şəraitində açmaq istəyiblər. Açmağa davam edirik. Fikir versiz sarı şirədir. Demək, pultu əldə saxlayanda konsentrant verir. Şirəni verir üzərinə. İşlədəndən sonra qıraqda saxlasaz daha yaxşı olar. Qırılan hissə bu hissədir. Qırılan hissə bu hissədir. Demək, keyfiyyətsiz batareyka kisliyini verir prujinədə. Fikir versiz. Bunu təmizləyəcəyik. Prujini təmizlədik. Burada nə görürüz? Hər bir şeyi təmizlədik. Sxemanı ön, arxa hissədən yuduq. Hazırda ölçü vahidini götürürük. Həmən hissəni lazerlə deşirik. Lazer vasitəsilə deşdik. Həmən hissəni lazer vasitəsilə dəmirdən yığdıq. İş qarantiyalıdır. Laboratorun adaptera qoşmuşuq. Prosesor dərəcəsini ölçürük. İş prinsipində gecikmə yoxdur. Qapaq hissəsinin qulaqları qırıldığına görə buradan şurupla bağladıq. Prujini qoymuşuq yerinə. Bir kaburaya da qoyduq. Baraban öz yerində, hər bir şey işləyir. İşlətmədiyi üz dövrdə də bu qaydada saxlayın. Bu qaydada saxlayın və bu qaydada da işıq verir. Yəni fosfor və kaburada. Bu qədər, çox sağ olun izlədiyinizə görə.